Dostlar, bu qədər əzəmətə baxırıq. Allahın qüdrət sifəti yadımıza düşür də. Bəli. İstəyərdim ki, qüdrət sifətini biraz bizim üçün izah eləyəsiniz. Qüdrət, qadir, yəni nə? Bəli, Allahın sıfatı sübutiyyəsindən biri və əsası qüdrətdir. Yəni Allah qadirdir. Bəzi insanlar düşünürlər ki, Allah qadirdir, yəni ancaq yaradıcıdır. Allah həmçinin qadirdir, dağıdıcıdır da. Görərsən, bir kəs bir şeyi yaradar, qurar, amma dağıtmağa gücü çatmaz. Allahın qüdrətinin ölçüsü yoxdur. Buyurur ki, mən yaradaram, öldürərəm, yenidən dirildərəm. Edə bilər, Allah bunu edə bilməz. Edə bilməz Allahın zatından, qüdrətindən uzaqdır. Allahın qüdrəti həmçinin buna işarədir ki, Allah hər bir şeyi də nizamında yaradıb. Özü də bir qüdrətdir. Biri məsələn bir bacarığı var, bir şey işi görür, bir dəfə düz olur, bir dəfə səhv olur. Amma Allah hər şey öz ölçüsü ilə yaradıb. Baxın, bunun haqqında çox misal çəkmək olar. Çox misallar çəkmək olar. Dünyanı xəlq eləyib. Biz deyirik, dünyanı Allah xəlq eləyib. Küləyin ölçüsünün, surətinin ölçüsü var. Cazibəsinin ölçüsü var. Göydə uçan quşunun ölçüsü var. O misal var, deyirlər, Allah deyib dəvəyə qanad versəydi. Yox, verməz Allah dəvəyə qanad. Çünki yıxılmayan dam qalmazdı. Allah bunları yaradırsa, Allah bunları qüdrəti ilə hər birinə də ölçü verir. Birdən tutan bu Allah yaradıb, qüdrəti ilə xəlq eləyib, cazibə artıq olsaydı, necə olardı? Tərpənə bilməz. Bizə tərpənə bilməzdi, yapışardı yerə. Və yaxud nə olsaydı? Az olsaydı, nə olardı? Uçub gedərdi. Yəni, bunlar hamısı ilahanın qüdrətinə işarədir.